Sabah xeyirli olsun değerli izleyicilerimiz. Oktyabrın 28'dir. Bugün neler baş verəcək? Təbii ki, yine gündemde olan qızıldır. Bütün traderləri təşvişə salıb. Ne üçün? Çünki 4300'lerde açılan bay əməliyyatları var və bu sürətlə belə bir gəlmə var ki, eğer hər hansı bir belə bir söz var. Deyirlər ki, hər hansı bir valyuta mı, aksiya mı sürətlə durmadan gelirsə, bu o deməkdir ki, çox qorxuludur və qısa zaman ərzində əks bir koreksiyası olacaq və qızılda eyni koreksiya baş verdi. Deyək ki, 4300'lərdən daha yuxarı formalaşdı. Təbii ki, bu nöqtələrdə bir çoxları bay vermişdir. Təbii ki, 4500'lərə qalxacaq, amma koreksiyaları demişdim ki, müşahidə olunacaq və 300 dolar bir enişi de demişdim ki, sürətli bir eniş olacaq. Təbii ki, hələ ki, alış əməliyyatlarına olan mövqeyi gözləyirlər və dünən biz aşağıdakı hədəfləri 4044, 4044'ü demiştik. Ondan sonraki 3969'u. Ondan sonra 3840'ı demiştik. Dünen 140 dolar aşağı inerek 3969'lara çattı. Yani bu tamamdır. Bugün nelere baş verecek? Yeniden satışlar olacak mı, olmayacak mı sonra geldiyse ve dünen demiştim ki güclü alış nöqtələri ilk öncə baxmaq lazımdır. Deməli 4100'lərə bundan yuxarı formalaşsa yenidən 4300'lərə qədər yəni qalxa bilər. Amma deyək ki dünən satış əməliyyatlarında 4055'lərdən demişdi. Ondan sonra alış əməliyyatları da vardı. Alış əməliyyatlarından sonra biz siqnal kanalında alış əməliyyatlarını dedik və 4083'lərdə biz deyək ki alış əməliyyatlarımızı bağladıq. Ondan sonra 2 saat sonra satış əməliyyatları və ən son akşam saatlarında biz 3995'lərdən alışlar verdi və 4010'lara qədər qalxdı. 15 doları bir qalxış oldu. Mükəmməl bir nəticə oldu. Bugün nələr baş verəcək? Yəni bugün nəzər çatdırım ki, yəni alış və satış əməliyyatları. Satışlar artıq bizdə deyək ki gəlib, yəni hardasa 3963'lərdən biz siqnal vermişik, amma həmin nöqtəyə gəlib çatmayıb. Yəni ondan aşağı formalaşsa, yenidən aşağı doğru istiqamətdən davam edəcək. Yəni aşağıdakı hədəflər artıq 3840'lar, 3784'lər, 3726'lara hələ ki sistem göstərir. Alışlar bu vəziyyətdə, hazırki vəziyyətdə 3992'dən 4010'lara qədər, yəni dönüş nöqtəsidir. Keçək biz Bitcoin'a. Bitcoin'da bizdə siqnal kanalları var. Yəni sizdən çox xahiş edirəm, Forex'te anlayışı olanlar siqnal kanalına müraciət etsinlər. Ümumiyyətlə Forex anlayışı olmayanlar nə üçün? Çünki biz bir neçəsini bizim operatorlar bir neçə deyək ki iştirakçını dəvət edirlər və təsəvvür edin ki, məsələn biz deyirik ki 4044'lərdə satış əməliyyatları, 4000 deyək ki 34'lərdə və yaxud da 30'larda take profit və SL, TP və SL. Hətta bu insan nə ki buy, TP, SL, take profit, stop loss'u belə bilməyən insanlar yəni Forex'də pul qazanmaq həvəsi ilə qruplara qatılmaq istəyirlər. Nəysə, keçək biz Bitcoin'ə. Bitcoin nələr edəcək? Yəni Bitcoin bildiyiniz kimi biz dünən nəzər çatdırdıq ki, yəni yuxarıdakı hədəfi, dönüş hədəfi 116 və 116 200'lər, 300'lərdir. Yəni tam olaraq tamına 116 200'lərdə toxundu və oradan əks istiqaməti. Bundan yuxarı formalaşması 119'a gedəcəkdir. Buradan əks istiqaməti gəldi. Bugün nəzər çatdırım ki, ən güclü müqavimət xətti 116-400'lərdir və bundan yuxarı formalaşsa 119 və 123'lərə qədər, 122-123'lərə qədər qalxacaq. Amma 113'lər çox güclü bir dəstək xətti. Bunun aşağı formalaşsa aşağı doğru istiqaməti davam edəcək. Keçək biz neftə. Neft nə edəcək? Neft dünən təbii ki az koreksiyalarla aşağı yuxarı hərəkət edir. Bugün 65-70'lərdən alışlar, 65-30'lardan isə satışlardır. Keçək biz Evron dolların cütlüyünə. Evron dolların cütlüyündə dünənki əməliyyatlar da uğurla nəticəlində siqnal kanalında 20 səhər saatlarında və axşamda bir siqnal, 21 siqnalla biz yalnız orada S&P'də yəni boşluğu doldurmadı. Yəni bugün və bu həftə doldurmaq
yəni doldurmağını gözləyirik. Qalan bütün əməliyyatlar gəlirlə bağlandı və arada 1-2 buy siqnallarına biz girmək istədik, amma bizdə həmin siqnallar açılmalı. Keçək evro doların cütlüyünə, yəni yuxarıdakı hədəflər 1.16900-lər, 1.17 və 1.17200-lərdir. Amma deməli 1.16350 və 1.16100-lər enmə təhlükəsi gözlənilir. Yəni buna diqqət etmək lazımdır günün ikinci yarısından sonra. Bugün xəbərlər olmadığı üçün bazar sırf texniki analiz əsasında hərəkət edəcək. Keçək biz funtun dollar rəqabətinə. Hədəflər yuxarıdakı hədəf 1.33800-lər, 1.34-lər, satış əməliyyatı isə 1.33500-lərdən gələcək. Bildiyiniz kimi dollar Yaponiyanın, dollar frank, biz dünən bankda söhbət açdıq, yerli dollar, funt dollar qalxırsa bunlar eniş trendinə keçəcək və keçib artıq. Keçək Nasdaq, S&P Dow Jones, DAX, yəni bunlar dünən gap-lə açılmışdı və gap-i bağlamadı dünən. Dünən bağlamadısa, yəni bugün ikinci və ya üçüncü günləri bağlamalıdır. Təbii ki, bu alternativ ssenari ola bilər, yenidən yuxarı doğru istiqamətə davam etdirə bilər. Belə əzizlərim, bizim dediyimiz 5 siqnal kanalımız var. Yəni mümkünsə bizə Facebook'a, Instagram'a yox, WhatsApp'a yazın 070 985 0025. Nə üçün? Çünki biz nəticələri də orada paylaşırıq. Eləcə də bir çox sosial şəbəkələrdə, Facebook səhifələrində bizim nəticələri paylaşırlar. Belə əzizlərim, inşallah görüşmək ümidi ilə sağ olun.